Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammad ve ali Muhammed. Allahumma aczil li veliyyekel ferac. Kasib kitabından Gıybət bölümündən ikinci dərsi oxuyuruq. Və keçən dərsimizdə oxuduq ki, gıybətin haramlığına dəlalət eləyən dəlillər dörddür. Yəni, 4 dənə dəlil, 4'ü də dəlalət eləyir ki, gıybət haramdır. 4 dənə dəlilin biri Qur'an-ı Kərimdir, ikincisi sünnət, yəni hədis və rivayətlərdir, üçüncüsü icmadır, dördüncüsü əqldir. Və keçən dərsimizdə 2 dənə ayə oxumuşduq. Bu 2 ayə dəlalət edirdi gıybətin haramlığına. Bugünkü dərsimizdə də ayə və hədislər oxuyarıq və görərik ki, bunlar dəlalət edirlər gıybətin haramlığına. Növbəti ayə gıybətin haramlığına dəlalət eləyir. Ayə Qur'an-ı Kərimin Nisa surəsinin 148-ci ayəsidir. Bismillah. Allah buyurur: La yuhibbullahul cəhrə bis-su'i minəl qavl illa mən zulimə. Allah buyurur: Allah sevmir ki, sözü aşikar eləyəsən, yalnız o şəxslər bu işi görə bilərlər ki, onlar məzlum olublar. Yəni, Allah sevmir ki, kiminsə haqqında pis bir söz deyəsən və onun eybini açasan, onu aşikar eləyəsən. Yalnız o şəxslər ki, onlar məzlum olublar, o məzlumlar onlara zülm eləyən adamın eybini deyə bilərlər. Əgər bir nəfər sənə zülm eləyibsə, sən o şəxsin zülmünü deyə bilərsən ki, filan kəs mənə bu zülmü elədi. Əgər bu yoxdursa, sən bir nəfərin eybini bilirsən, bir nəfərin pis iş gördüyünü bilirsənsə, Allah buyurur, mən sevmirəm ki, sən o şəxsin haqqında o pis sözləri deyəsən və aşkar eləyəsən. La yuhibbullahul cəhrə bis-su' minəl qavl illa mən zulimə. Allah sevmir ki, siz gərəsiz pis bir sözü aşkar eləyəsiz, yəni bir şəxsin haqqında pis sözlər deyəsiz, yalnız o şəxslər ki, onlar məzlum olublar. O məzlum zalimin o sözlərini, o işlərini deyə bilər. Bu da 3-cü ayə. Qur'an-ı Kərimin ayəsi dəlalət eləyir gıybətin haramlığına. Və qovluhu Taala 4-cü ayə. 4-cü ayə də Nur surəsinin 19-cu ayəsidir. Allah buyurur: Bismillah. İnnellezine yuhibbune
ən təşi'əl fahişə lillezine amenu lahum əzabun əlim. Uca Rəbbimiz buyurur, həqiqətən o şəxslər ki, möminlərin haqqında pis sözləri gəzdirməyi, faş eləməyi sevirlər, onlar üçün qiyamət günündə böyük dərdli bir əzab var. O şəxslər ki, innəlləzinə yuhibbunə, onlar sevirlər, xoşları gəlir. Ən təşi'əl fahişə, pis sözləri ifşa eləsinlər, yaysınlar. Fillezine, o şəxslərin haqqında amenu, onlar iman gətiriblər. Yəni, o şəxslər ki, əhl-i beyt tərəfdarıdırlar, onların haqqında pis sözləri gəzdirməyi, onların abırlarını aparmaqlığı xoşları gəlir. Lahum əzabun əlim. Allah buyurur, həmən şəxslər üçün bir dərdli əzab var. Bəs bu ayə də dəlalət eləyir, başqasının haqqında pis söz demə, başqasının eybini açma, başqasının abrısını aparma. Əgər bunu eləsən, Allah sənə dərdli əzab verəcək. Allah səni qiyamətdə cəzalandıracaq. Bəs bu 4 dənə ayə, 4-ü dəlalət eləyir qeybətin haramlığına. Və mərhum Şeyx Murtəza Ənsari 4 ayəni Məkasib kitabında qeyd eləyibdir. İndi keçirik sünnətə. Ədillətül Ərbənin 4 dənə dəlilin biri Qur'anıdır, 4 ayə oxuduq. İndi keçək ikinci dəlilə. İkinci dəlil qeyd elədik ki, sünnətdir. Bu da ibarətdir hədis, rivayətlərdən. Buyurur, və yədullu aleyhi minəl əxbar ma la yuhsa. Qeybətin haramlığına rivayətlərdən, əxbarlardan dəlalət eləyir. Neçəsi dəlalət eləyir? Buyurur, ma la yuhsa. Sayı, hesabı yoxdur. Yəni, çoxdur. O qədərdir ki, mərhum şeyx buyurur ki, biz onu hesaba gətirməmişik, hesaba almamışıq, çoxdur. Həminha, o rivayətlərdən biri budur. Maruviyə ənin nəbi sallallahu aleyhi və aleyh və eddəti turuqin. Buyurur, o hədislərdən biri Peyğəmbərdən nəql olunur. Şahın salam və salavatı olsun ona və onun əhl-i beytinə. Neçə dənə təriqlə, neçə dənə yolla. Özü də hədis Vəsail-u Şiyə kitabındadır. Ki, Həzrət buyurub, Ənəl qeybətə əşəddun minəz-zina. Peyğəmbər buyurdu, qeybət eləmək, başqasının eybini açmaq, başqasını ləkələmək, zinadan şiddətlidir. Yəni, bir nəfər əgər zina eləsə, onun günahı nə qədərdirsə, qeybət eləməyin günahı ondan da çoxdur. Əgər zina eləməyin günahı 100-dürsə, qeybət eləməyin günahı 200-dir. Niyə? Səbəb nədir? Həzrət burada səbəbin bildirir. Buyurur, və ənər rəcul yəzni. Əgər bir kişi zina eləyə, fəyətub, sonra tövbə eləsə, və yətubullahu aleyh, Allah da onun tövbəsini qəbul eləyər.
Yəni burada zina edən Allahın haqqını pozubdur və tövbə elədikdə Allah onun tövbəsini qəbul edər. Və ənnə sahibəl qeybə la yuğfəru ləh. Amma bir nəfərin qeybətini eləsə, o qeybət olunmuş, o qeybət eləyən şəxs bağışlanmaz. Və ənnə sahibəl qeybə la yuğfəru ləh. O qeybət eləyən şəxs bağışlanmaz. Hətta yəğfurullahu sahibu. Ta o zamana kimi o qeybət olunmuş şəxs onu bağışlasın. Yəni o qeybət olunmuş şəxs nə qədər bu qeybət eləyəni bağışlamayıbsa, Allah da o şəxsi bağışlamaz. Niyə? Çünki əgər Allah o şəxsi, o qeybət eləyəni bağışsa, onda o qeybət olunmuşun haqqı aradan gedər. Ona görə də Allah o qeybət eləyəni bağışlamaz. Çünki o qeybət olunmuşun haqqı aradan gedməsin. Ona görə də o şəxs qeybət eləyən tövbə də eləsə, Allah deyər get, o qeybət elədiyin şəxsdən halallığı al, ondan sonra mən səni bağışlayayım. Ona görə Peyğəmbər buyurur, zinanın günahı qeybət eləyənin günahından aşağıdır. Qeybət eləyənin günahı zina eləyənin günahından daha şiddətlidir. Bu bir hədis. İkinci hədis və ənhu sallallahu aleyhi və aleyh yenə də Peyğəmbərdəndir bu hədis. Bu hədis də yenə nəql olunur Müstədrəkül Vəsail kitabında. Və ənhu sallallahu aleyhi ənəhu xətibə yevmən. Peyğəmbərimiz bir gün xütbə eləyirdi. Və zəkərər riba və ribanı xatırladı. Ribadan danışırdı. Və əzzəmə şənəhu və ribanın günahının əzəmətindən, böyüklüyündən danışırdı. Fəqalə və Həzrət buyurdu, İnnəd dirhəmə yusibur rəcul minər riba ə'əzəmu min sittəti və səlasinə ziniyətən. Həzrət buyurdu, əgər bir dirhəm ribadan bir kişiyə çatsa, yəni bir şəxs riba verə, bir dirhəm pul qazana o ribadan, bunun günahı 36 zinadan daha böyükdür, daha zəmətlidir. Yəni daha günahı çoxdur. Bəli, 36 dəfə insan əgər zina eləsə və bir dirhəmdə riba yesə, o bir dirhəm riba yeməyi 36 dəfə zina eləməkdən daha günahı çoxdur. Yəni bir nəfər gedir 36 dəfə zina eləyir, bir nəfər də bir dirhəm riba yeyir. O bir dirhəm riba yemək günahı o 36 dəfə zina eləməkdən daha çoxdur. Və ənnə ərbəər riba erzur rəculil muslim. Buyurur ribaların ən ribası. Yəni ribaların ən böyüyü müsəlmanın abrısını aradan aparmaqdır. İndi təsəvvür elə. Yəni bir müsəlmanın abrısını aparmaq ribadan qat-qat yuxarıdır. İndi təsəvvür elə. Əgər bir dirhəm ribadan yeyilən pulun günahı 36 dəfə olunan zinadan daha günahı çoxdursa,
İndi siz təsəvvür eləyin, bir kişinin, müsəlmanın abrısını aradan aparmaq, onun qeybətini eləmək, onun irzini, namusunu, şəxsiyyətini aradan aparmağın günahı nə qədərdir? Bu da ikinci hədisdir ki, Peyğəmbərimizdən nəql olunub. Hələ bu yönümdə hədislər çoxdur. İnşallah gələn dərslərimizdə oxuyarıq. Elhamdülillah Rabbil aləmin.